Çox təşəkkür edirəm ikinci suala şərait yaratdığınız üçün. Üçüncü sual sizə ikisi idi. Qurban müəllim, bu sualın mənəvi tərəfi var və bəlkə də ümumiyyətlə sizə birbaşa aidiyyəti olmasa da mən bu biletlə bağlı sual vermək istəyirdim. Ki Qara Bazar yenə də öz işini gördü və sizin sevən, sizin komandanı sevən çoxsaylı azarkeşlər yenə də əziyyət çəkməli oldu və stadiona sizi alqışlamaq üçün və Qarabağa dəstək vermək üçün gələ biləcək insanlar kənarda qaldı və selfie çəkməyə gələnlər yəqin ki, qabağa düşdü. Bir insan kimi, bir ümumiyyətlə məşqçi kimi belə bir durum sizə necə təsir edir, necə hisslər keçirirsiniz belə bir vəziyyət yarananda? Bu arada hiçbir məlumatım yoxdur. Sizə aidiyyət yoxdur, dedim mən onu. Sadəcə biraz mən görmədiyim, bilmədiyim bir şeyə münasibət bildirmək istəmirəm və məncə çox həm klub tərəfindən, həm ümumi bəzi orqanlar tərəfindən hər şey nəzarət olunur maksimum dərəcədə, çünki bu klub tərəfindən də belə deyək, klubun da diqqətindədir. Buna görə mən çox da mövzuya girə bilərəm. Çox sağ olun, təşəkkürlər. Görüşərik, sağ olun.